Salam dəyərli müdavimlər, şagirdlər, valideynlərimiz, hər vaxtınız xeyir olsun. Sizi növbəti monitoring mini sınaq izahı ilə tanış etmək istəyirəm. Vaxt itirməyək, başlayaq. Hansı cümlədə şəxs əvəzliyi işlənmişdir? Bilməliyik ki, şəxs əvəzlikləri mən, sən, o, biz, siz, onlar sayılır. O səbəbdən A və D variantı ola bilməz. Ya B-dir, ya da C-dir. Amma B də ola bilməz, çünki o, əgər şəxs əvəzliyi olması üçün ismin sualına cavab verməlidir. B-də sifətin sualına cavab verir. O səbəbdən B variantı da ola bilməz. B-dəki o əvəzliyi işarə əvəzliyi adlanır. Cavab C variantı. Mən sabah məktəbə gedəcəyəm. Sual 2. Hansı cümlədə o sözü işarə əvəzliyidir? O sözü o zaman işarə əvəzliyi olur ki, sifətin sualına cavab versin. Görək hansı variantda o sifətin sualına cavab verir? Cavab B. O top mənim deyil. Hansı top mənim deyil? Cavab B. O müəllimi diqqətlə dinləyirdi. O sinifdə ən çalışqan şagirddir. O yarışda qalib oldu. Yəni A, C, D şəxs əvəzliyidir, çünki ismin sualına cavab verirlər. B işarə əvəzliyidir, çünki sifətin sualına cavab verir. Hansı söz sifətin çoxaltma dərəcəsindədir? Cavabımız olacaq qıpqırmızı. Gözəl adidir, kəmşirin azaltmadır, sarımtıl azaltmadır. Qırmızı yox, qıpqırmızı. Bax, qırmızını mən çoxaltmış oldum. Hansı cümlədə zərf işlənmişdir? O, dərsi diqqətlə oxudu. Nə tərzdə oxudu? Hərəkətin tərzini bildirən tərz hərəkət zərfi var. Maraqlı kitabdır, sifətdir. Yaşıl bağ salındı, burada yaşıl sifətdir. Şagird məsuliyyətlidir, burada zərf yoxdur. Cavabımız 4-də oldu. B variantı. Vətənə aid olan bir mətindir və gəlin o mətni oxuyaraq suala cavab verməyə başlayaq. Vətən anlayışı insan üçün çox dəyərlidir. İnsan harda doğulub böyüyürsə, ora onun üçün əziz olur. Vətən torpağı insanın kimliyini formalaşdırır. Tarix boyu Azərbaycan xalqı öz vətəni uğrunda mübarizə aparmış, qəhrəmanlar yetişdirmişdir. Bu qəhrəmanlar vətənin azadlığı və bütövlüyü naminə canlarını fəda etmişdir. Görək, mətnə görə vətən insan üçün nədir? Kimliyi formalaşdıran müqəddəs anlayış. Dəyərsiz torpaq deyil, sadəcə bir yaşayış yeri deyil, müvəqqəti məkan deyil. Cavabımız olacaq C variantı. Gələk 6-cı suala. Mətnə əsasən Azərbaycan xalqı nə etmişdir? Vətən uğrunda mübarizə aparmışdır. Müharibədən qaçmışdır? Yox. Qəhrəman yetişdirməmişdir? Yox. Tarixini unutmuşdur? Yox. Vətən uğrunda mübarizə aparmışdır. Gələk 7-yə. Məktəbin rolu. Məktəb şagirdlərin tərbiyəsində mühüm rol oynayır. Burada şagirdlər yalnız bilik deyil, həm də düzgün davranış qaydaları öyrənirlər. Müəllimlər şagirdlərə yol göstərir, onları vətənpərvər və məsuliyyətli böyütməyə çalışırlar. Sinif yoldaşları ilə mehriban münasibət qurmaq da məktəbdə öyrədilən əsas dəyərlərdəndir. Baxaq, məktəbin əsas vəzifəsi nədir? Yalnız dərs keçmək deyil, şagirdləri cəzalandırmaq deyil, bilik və tərbiyə verməkdir. Yarışlar təşkil etmək, ancaq vəzifə bu deyil ki, düzdürmü? Hüquq, vəzifə. Vəzifə bir növ borc deməkdir də, borcumuzdur. Bilik vermək, tərbiyə vermək. Mətnə görə müəllimlər şagirdlərə nə aşılayırlar? Tənbəllik yox, vətənpərvərlik və məsuliyyət. Qorxu da yox, laqeydlik də yox. Cavab B variantı. Təbiəti qorumaq hər bir insanın borcudur. Ağaclar havanı təmizləyir, torpağı qoruyur, insanlara kölgə verir. Əgər insanlar təbiətə laqeyd yanaşsalar, gələcək nəsillər üçün problemlər yaranar. Buna görə də ətraf mühiti qorumaq hər kəsin məsuliyyətidir. Mətnə görə ağaclar nə edir? Havanı təmizləyir, havaya kölgə yaradır. Yalnız bəzək üçündür, yox, havaya zərər verir, yox, insanlara mane olur, yox. Gələk ona. Təbiətə laqeyd münasibət nəyə səbəb olar? İnkişaf etməyə, gələcək üçün problemlərə. Cavabımız oldu B variantı. Təbiətin inkişafı deyil, daha sonra bitdi. Cavabımız oldu onda B variantı.